12-si 11-ci ay 2025-ci il. Bütün Azərbaycan xalqın, başda cənab prezident olmaqla hamınızı salamlayıram. Axşamınız xeyir olsun deyirəm. Əziz xalqım, mənim bu günlər canlı yayıma çıxmağımın səbəbi bildiyiniz kimi Cəlilabad rayon prokurorluğunda mənim barəmdə cinayət işi başlanıb və 8 maddə ilə ittiham etmişdilər. İddiamı təsdiq edən Cəlilabad rayonun sabiq prokuroru Vahid Məmmədov təsdiqləyib, mənim işimi Azərbaycan Respublikasının Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərmişdi və xatırlayırsınız ki, həmin vaxtı mən və mənim ətrafımda olan qazi qardaşlarım Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qarşısında ölkə rəhbəri, cənab Ali Başkomandan, Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevə canlı olaraq müraciət etdik və həmin müraciətimiz dərhal cənab Prezident eşidərək, bilərək öz nəzarətinə götürüb, tapşırıq və göstərişini verərək həmin cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nemət müəllimin ədalətli qərarı olaraq məhkəmə baxışından imtina edib, ibtidai istintaqa göndərərək Cəlilabad rayon prokurorluğunda təzədən araşdırma getdi. Və həmin araşdırma 3 ay müddətində araşdırıldı və o mənim ittiham olunduğum maddələr öz təsdiqini tapmadı. Bu günləri mən həmin o cinayətdə təqsirini bilinmədim və o deyilən maddələr barəsində mən cinayət işi törətmədiyim sübuta yetirildi. Bu günləri burada göstərirəm. Mənim həmin o cinayət işi rədd olunması və xitam verilməsi Cəlilabad rayon prokuroru tərəfindən təsdiqləndi və müstəntiqi tərəfindən təsdiqləndi. Bunların imzası ilə. Mən buradan bu işdə ədalətli qərar verdiyinə görə başda cənab Ali Başkomandan olmaqla Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev və Cəlilabad rayon prokurorunun kollektivinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Öz adımdan, ətrafımda olan qazi qardaşlarımın adından ki, bu günləri həqiqətən də prokurorluq sistemində Cəlilabad rayon prokurorluğunda ədalətli qərar qəbul olundu. Düzdür, qıraq adamlar mənə münasibəti olmayan adamlar iddialar edirlər ki, mən haradasa rüşvət vermişəm, pul vermişəm, amma mən öz vicdanım qarşısında və sizin qarşınızda etiraf edirəm və açıqlayıram ki, mənim bu işdə 1 manat da olsun kiməsə rüşvət ya da ki, 1 qəpik olsun pul verməmişəm. Mənim burada çıxdığı xərcim, məsələn, cənab prokurorun Kamran müəllimi Sumqayıtda qəbul olub, ora getmişəm. Ora getməyim xərcim, benzinə, maşınımı, öz maşınımla getmişəm, benzinə pul vermişəm, bir də ki, yeməyimə, içməyimə belə pullarım xərcim çıxırdı. Düzdür, bu iş 2 ildir davam edirdi. Çox istəyirdi Vahid Məmmədov ki, məni burada bu saxta şərşəbəndə maddələrlə məni ittiham eləsin və məni həbsə göndərsin. Amma dediyim kimi, sağ olsun ki, ölkə rəhbəri, cənab prezident başda olmaqla, hansı ki, mən sıralarında çalışdığım Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev, cənab Müzəffər Ordunun Ali Başkomandanı, Prezident İlham Əliyevin öz tapşırıq göstərişi və onun ətrafında olan köməkçiləri Fuad Ələsgərovun, Zeynal Nağdəliyevin, vitse-prezident Mehriban xanımın nəzarətində olduğu üçün bu iş Cəlilabad rayon prokurorluğunda ədalətli araşdırılaraq xitama getdi. Mən ona görə dediyim kimi, bütün mənim ətrafımda olan və olmayan bütün Azərbaycan xalqına, qazi qardaşlarıma çox sağ ol deyirəm ki, minnətdarlığımı bildirirəm ki, bu işdə məni tək qoymadılar, yanımda oldular, ədalətin, haqqın yanında oldular. Ona görə də ki, mən hamısına təşəkkür edirəm. Dediyim kimi, başda cənab prezident olmaqla Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyev və Cəlilabad rayon prokurorunun kollektivinin
Hamısına təşəkkür edirəm ki, bu günləri haqq ədalət yerini tapdı. Çox sağ olun. Bunun da Cəlilabad rayonundan Qazi İsmailov Asəf Pənahoğluyam mən. Çox sağ olun.